Sxemə uyğun gələn və sxemə uyğun gələnləri müəyyən edin. Gördüyünüz kimi sxemə baxsa, iki litosfer tavasının bir-birindən uzaqlaşdığını, yəni divergent sərhədlərə malik olduğunu görəcəyik. Belə ki, biz divergent sərhədlərə uyğun gələn relyef alətlərini seçməyə çalışaq. Belə ki, ilk növbədə bir Maryanova-movlar adətən tava ilə matematik okean tavalarının toqquşduğu sərhədə, yəni divergent deyil, konvergent sərhədlərə uyğun gəlir. Demək ki, bu bənd yanlış bənd olacaq. İki rift dərələri, bəli, rift dərələri əsasən tavaların bir-birindən uzaqlaşdığı sərhədlərdə əmələ gələn tektonik divergent ərazilərdə əmələ gələn tektonik çat, yəni rift dərələri buna uyğun gələcək, yəni doğru bənddir rift dərələri. 3 Pasxa adası, bəli, bildiyimiz kimi Pasxa adası Sakit Okeanın mərkəzində, yəni əsasən Nazca ilə Sakit Okeanın təsvir tavalarının divergent sərhədəsində əmələ gələn bir adadır. Sualtı şərqi Sakit Okeanın qalxmasının üzərində yerləşir və bu doğru bənddir. 4-ə baxsa, Orta Okean dağ sərhədi, bəli, bildiyimiz kimi okeanlardakı sıra dağlar divergent sərhədlərdə əmələ gəlir ki, və bu da doğru bənd olacaq. 5-də Alyut adaları, Alyut adaları materik okean tavalarının toqquşmasındakı Göysüvari adalar qisminə aiddir, tipinə aiddir və bu da yanlış bənddir. Demək ki, yanlış qoyaq buna da. Ant dağları da eyni ilə materik okean tavalarının toqquşduğu sərhəddə əmələ gəlir və bu da yanlış cavabdır. Beləliklə bizim doğru cavabımız 2, 3 və 4 bəndləri olacaq.